Salam əziz şagirdlər. Deməli uşaqlar, sizinlə bu məsələnin həllinə gəlin bərabər baxaq. Histograma əsasən P və Q bir hədləri üçün P vurulsun Q bir hədlisini standart şəkildə yazın və əmsalı ilə dərəcəsinin cəmini tapın. Bu məsələnin həll etmək üçün bizə sağ tərəfdə verilən K, M, N dəyişənləri kömək olacaq. Deməli, K-na baxın, qalın xətlərlə işarə olunub. Deməli, bu K olacaq. İnce xətlərlə işarə olunan N olacaq. İçi boş olan isə M olacaq. Deməli, sağ tərəfdə də qalın xətlərlə olan K-dır. İnce xətlərlə olan N-dir. İçi boş olan M-dir. P bir hədlisi mənə bu formada təqdim olunub. Bax, P bərabərdir K, A üstündə M, B üstündə N. Deməli, mən buradan K-nı tapdım P üçün. K-nı tapdım. K 8'dir. 8 tapdım. M'i tapdım. M burada 4'tür. N'i tapdım. M burada 6'dır. Gəlib yerinə qoyuram. K'nın yerinə 8 qoyacağım. A üstündə M'in yerinə 4 yazacağım. B üstündə N'in yerinə 6 yazacağım. Deməli, P üçün mən bunları qeyd elədim. İndi gəldik Q bir hədlisi üçün qeyd etməyə. Q bir hədlisində K'mız olacaq bizim. K'ya baxaq. K olacaq. Deməli, bunun kəsişdiyi nöqtə 3'dür. K olacaq 3. M olacaq M. Kəsişdiyi nöqtə 5'dir. M oldu 5. N olacaq 7. Baxın, bu formada bu 7'dir. N'in kəsişdiyi hissə. Aha, deməli, K'nı tapdım 3. A üstündə 5. B üstündə 7. Bunları bir-birinə vuracağım. P vurulsun Q hasilini yazırıq. P'ni tapdıq uşaqlar 8, A üstündə 4, B üstündə 6. Vurulsun. Q'nu tapdım 3, A üstündə 5, B üstündə 7. Deməli, 8'i 3'ə vuracağım, eləyəcək 24. A üstündə 4'ü A üstündə 5'ə vurmaq o deməkdir ki, baxın, əsasları eynidir. Əsasları eyni olanda vurma əməlinə görə mən 4 ilə 5'i toplayacağam. Eləyəcək A üstündə 9. A üstündə 9 yazdıq. Növbəti misalda həddisi B üstü 6'nı vuracağım B üstü 7'yə. Əsasları eynidir. 6'nın üzərinə 7'ni gələcək. Bu eləyəcək B üstündə 13. B üstündə 13. Aha. Bunun əmsalı nə oldu uşaqlar? Əmsal qabaqdakı ədəddir. Qarşıdakı ədəd 24'dür. Dərəcəni tapanda dərəcə isə 9 ilə 13'ü toplayacağım. 9 ilə 13'ün cəmi mənə eləyəcək 22. Məsələnin şərtində əmsal ilə dərəcənin cəmini istəyirdi. Bu da eləyəcək 24 üstəgəl 22 bərabərdir 46. Ümid edirəm hər bir şey aydın oldu uşaqlar. Nə aydın olmasa kommentlərdə qeyd edə bilərsiniz.